Salam millət. Belə bir parça olan şalı axır ki bugün azma gələnliyib bağlamağa kəşf elədim. Ona görə də deyim bir dənə video çəkim ki, həm siz görərsiniz, sizə bəlkə faydalı olar. Həm də mənim yadımdan çıxmaz. Keçək hicabı bağlamağa. Birinci götürük iğnəni şalın burasına keçirik, fırladırıq. Sonra da buradan belə edib bir dənə o tərəfə, bir dənə bu tərəfə tikiş atırmış kimi belə keçirdək ki, iğnə oradan sürüşüb çıxmasın. Belə oldu amma şiş qalacaq və narahat edir bu vəziyyət həmin bu şallarda. Ona görə mən götürürəm, qıraqdan göstərsəm. Başın formasına görə biraz aşağıdan da götürmək olar. Belə götürürsünüz, atırsınız bunun üstünə. Sonra bunları gətirirsiniz, buradan yenə də birləşdirirsiniz. Keçirdik, fırlatdıq, sonra bura. Belə. İndi bir tərəfini mən dala atıram. İndi götürürəm bu şiş qalan hansı qusacıqdan hissəsidirsə, mən onu buradan içəridən bunun üstünə eləyirəm, iğnələyirəm. Və aksesuarlarım var mənim minimi. Bir də əgər şalvuz sürüşkəndirsə, onda bu qatladığımız hissədən də bir dənə iğnə keçirtmək olar ki, o sürüşüb düşür çox vaxt. Bir də mənim belə şeylərim var, aksesuarlarım.